İstəmirdi, çünki o bilirdi ki, bu sənət biraz gərək gəldiysə babatından olasan, onu bilib. Bu da məni görməmişdi. Mən onun yanında ömründə ağzımı açıb oxumamışam, 18, 17, 19 yaşım var. O gördü ki, məni bir-iki nəfər adam filarmoniyanın bağına gəzməyə gətirir. Oradan gördü. Bu eşidib ki, mən oxuyuram. Özüm üçün oxuyuram. Gəldi evdə mənə dedim, çox aramızda pərdə olmasam. Dedi, sən o nədir gəlirsən o filarmoniyanın bağına? Dedim, elə gəldim keşməyə də. Dedi, sən eşitmə görə oxuyub verirsən, bu iş sənlikdə ölü. Dedim, nə bilim onu yapar. Həvəsim var da, oxumaq istəyirəm. Çünki bilirsiniz, niyə? Mən, adam var ki, vəzifələr, ataların hamınız biri injiner olur, biri həkim olur. Mən bu xanəndə ailəsində doğulmuşam. Özdə o devirdə mən kimləri görmüşəm? Məsələn, Fərid onları görməyibdir. Mən Zülfat Gözəlovla bir həyətdə yaşamışıq. İldırım Həsənov, Məmməd Ağa Muradov. Evimizə də gəlib, biz onlara gedirdik. Onlar bizə Xan Şuniski, Mütəllimov, bütün Əbülfət Əliyev, Əlibaba Məmmədov, biz bu xanədələrlə ailəvi dost olmuşuq. Elə evlərimizə getmək, gəlmək. Sara xanım, Şövkət xanım, Fatma xanım, Allah rəhmət eləsin onlara. Məndə məktəb evimin içində olub. Bir var, böyüyürsən, səsin olur, gedirsən, uçun işə girib, gəlirsən, mən bu gün məktəb evimin içindədir. Nə barədə məktəb? Mənə oxumaq öyrətməyiblər ki, danışıqlarından oxumaq öyrənmişəm. Məsələn, radioda bir dənə oxuyurdu, Mütəlliməm deyirdi, abala, sağla onu kəsmə, başım ağrıyır. Onu oxuyan olmaz, o kim deyir, oxuyur, söz ağzından tökülür. Deyəndə mən fikirləşirdim, bu nə deməkdir, söz ağzından tökülür. Əvvəl o mənə çatmırdı, sonra qalırdı mənə, bu dərslər mənə belli qalırdı. Ya da deyirdi ki, vay, oxuyanda bir, məsələn, Zülfəmi deyirdi ki, bu qəzəli oxuyursan, bir onun içinə girdi, abala, qəzəl səndən 1 kilometr qıraqdadır, sən içində də ölsən onu. Bu da mənə belə udu bitini gəlirdi, belə şeyləri eşidə, məndə həvəs oyandı, o özü bir məktəbdir, məktəb evin içində olandı. Mənə dedi ki, sən oxuyan olmaq istəyirsən, dedim, hə. Dedik, belə danışaq, sabah səni aparıram Sərvər İbrahimov gilə. Telefonla danışdı, Səlvərlə, böyük çalardı Səlvər. Dedi ki, əgər Səlvərlə biz ikimiz sənə qulaq asacağıq, sən oxumağın xoşumuza gəlsə, haqqın olsa deyərəm, yaxşı, gəl bu sənətə. Olmasa, ağzından nətər çıxıb elə deyirəm, Qurana. Dedi, olmasa mən, əgər sən bu sənətə gəlsən, sən mənim oğlum deyirsən. Mən gətirdi, indi rəhmətə gedib Səlvərlə, Lətifə xanımla. Nəsə biraz, mən sevmirəm yeşə danışmağı, özüm tərləmə, bəyənildim, qəbul olundum. Atam dedi ki, hə, get. Onlar səndən oxuyan, ancaq dedi, oxumaq, tək oxumaqla deyil, özünü aparmaq lazımdır. Xanəndənin dedi, sənəti onun yer işindən başlayır, onun münasibətindən başlayır, baxışından başlayır, cəmaatla danışmağından başlayır, səhnəyə gəlməyindən başlayır. Çox sikletləri o vaxtı deyirdi bunların hadisini. Ondan sonra mənə filarmoniyayı düzəltdilər. Oxudum orada, işlədim bir, biz o vaxtı 20 il işləyə bilərdik də, ondan sonra pensiya çıxmalıydıq. Mən də elə 23 yaşından işlədim orada, filarmoniyada, az konsertdə. O vaxtı maraqlıydı da, biz qastrollar səfərlərə gedirdik aylarla. Kolxoz, safxoz, çobanlar, fermalar, maraqlıydı. Qastrollarda gedirdik, ay yarım, belə işləyirdik. Bax, bu da oxuduq belə dərdi. Nə qədər bəyənilmişik, nə qədər oxuya bilmişik budur, mən də deyim.